Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib. Oxu Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib. V. Bayramov qeyd edib ki, yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirilib. Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,6% olub. Bu o deməkdir, vətəndaşlarımızın 2026-cı il yanvarın 1-nə olan pensiya kapitalları 5,6% artırılıb. Belə ki, əgər vətəndaşın 40.000 manat pensiya kapitalı varsa, onun yığımına 2240 manat əlavə olunur. Nəticədə həmin vətəndaşımızın pensiya kapitalı 42.240 manata çatır. Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimuma endirməkdir.